Valla bunun hər ikisi şərəfli peşədir, amma açığı deyim ki, bugün hakimlik biraz çox çətin bir durumdadır. Nə mənada? Birinci instansiya məhkəməsi hakimlərinin işi həddindən çox ağırdır. O qədər iş yükü var ki, onlar onun öhdəsinə gəl. O şənbəsi, bazarı filanı yoxdur bu adamların. Mənim də övladım orada işləyir görürlər. Hələ 2019-cu ildə qərar qəbul olundu ki, hakimlərin sayı 800-ə qaldırılsın. Hələ də o rəqəmi almaq mümkün deyil. Təqaüdə çıxanlar, geri çağrılanlar, vəfat edənlər filan yenə gəlib o səviyyəni hələ almaq mümkün deyil. Amma 800 olsa da bu yenə yetərli deyil. Azərbaycan qədər əhalisi olan dövlətlər var. O dövlətlərdə ən azı bir 2000 hakim var. Məsələn 10 milyonluq bir dövlətdə 2000 hakimi var. Onlar bəli onu çatdırırlar, işləyirlər. İndi fikir verin, 2000 adamın yükü gəlib düşübdür deyək ki, hardasa bir 500 nəfərin, 600 nəfərin üzərinə. Mümkün deyil bunu çatdırmaq. Ona görə də iş yükü çox düzdür. Hakim bir şey şərəfli işdir. Hüquqşünasların hər biri arzusunda olar ki, hakim olsun. Amma ən azından bu iş yükü normal olmalıdır ki, hakim də normal bir iş şəraitində işləsin. O mənada götürəndə vəkil sərbəst işdir. Tez gəldin, gec getdin, neynədin, bunu deyən yoxdur. Sərbəst o mənada ki, məsələn, bir gün istəyirsə, istədiyi yerə gedə bilir. Hakim çıxa bilmir. Amma mən fərq qoymazdım. İstəyir hakim olsun, istəyir vəkil olsun. Hər ikisi şərəflidir. Bizim o qədər hörmətə layiq vəkillərimiz var ki, nüfuzludular, əhali arasında da, cəmaat arasında da. Çünki özünə hörmət qoyan, peşəsinə hörmət qoyan adam, vəkil kimi ona böyük inam varsa, böyük hörmət sahibidir. Ona görə də hakim də olmaq, vəkil də olmaq, nə bilim, müstəntiq olmaq kimi bu hamısı bunun şərəflidir. Amma yenə deyirəm, ən azından iş yükü normal olmalıdır. Sərbəst olmalıdır. Məsələn, sərbəstliyinə görə mən çox vaxt vəkillərə elə işləyən müddətdə də qibtə edirdim onlara ki, hə, maşallah, istədikləri vaxt gəlirlər, gedirlər, istədiyi işə gedir, çıxır, istəmədiyinə çıxmır. Yəni bu sərbəstliyinə görə. Ümumiyyətlə, qanunvericilik çox tez-tez dəyişir. Məsələn, mən baxmayaraq ki, indi 2020-ci ildən təqaüddəyəm. Bu günə qədər düzdür, mən məsələn, məsləhət eləyənlər də çoxdur. Oğlumla da o məsləhət işlərlə filanla baxıram. Yəni, həm yaddaşım təzələnir, həm də ki, izləyirəm qanunvericiliyi. Konstitusiya Məhkəməsinin qərarlarıdır, qanunlarda olan dəyişikliklərdir, filanlardır. Bunları izləməsən, mən həmişə orada tədrisə də deyirdim ki, 10 gün qanunvericiliyi izləməsiniz, elə bir geri qalmışsınız, çox geri qaldınız. İyul ayı mən məzuniyyətdə olmuşam. Qayıdıb gələndən sonra baxıram ki, iyul ayında icra haqqında qanunlar, ipotek haqqında qanunlar, nə qanunlar, nə qədər dəyişiklik olub. Əhəmiyyətli də dəyişikliklərdir. Bunları bilməsən, sənə müraciət edilənə nə cavab verəsən, nə yol göstərəsən. Ona görə də indi işləyənlər üçün hakimlər, gənclər çox mütaliə eləməlidirlər, çox oxumalıdırlar. Hakimlərin bəzisi işləyənlər də rast gələndə deyirdi ki, o vaxt sizin bir sözünüz həmişə yadımızdadır. Mən deyirdim ki, prosessual normaları əzbər bilməlisiniz. Məsələn, prosessual qanunvericiliyi. Amma maddi qanunvericilik əzbərləməyə ehtiyac yoxdur. Açıb baxırsan da nəyi tətbiq eləyəsən. Amma prosesin ortasında vəsadət verilir, biri nə bilim deyək ki, bir ərizə təqdim edir falan. Ona deyənməyəsiniz, gözlə burada gedin, baxım, gəlim, görüm nədir. Sən ona görə proses əzbər bilməlisən ki, hansı hərəkət eləyəsən. Etiraz verir, nə cürə, nə hərəkət eləməlisən, sən onu bilməlisən. Ona görə də çox oxumalıdırlar. Qanunvericiliyi izləməlidirlər. Bax, mənim çox aclığıma gəlir, birdən bir nəfər zəif vurur. O falan şey nətər olur? Hüquqşünas deyir, deyirəm, açıb baxımsan qanuna. Yox, indi elə sizdən sonra, deyirəm, niyə oxumursan? Baş qanuna bax da, qanunda var da bunun cavabı. Gör, nə yazılıb orada? O cavabı orada olmazsa, hə, axtar yinən kim. Və yaxud hansı halda vardı bizdə, məsələn, vəkillər vardı, indi baxsa hakim gedibdi. Gəlirdi birdən, deyirdi ki, siz mənim, burada qanunda belə yazıb, Konstitusiya Məhkəməsinin qərarında belə izah verir, filan məsələdə belədir. Burada nəsə mən bir ziddiyyət görürəm, bunu bir müzakirə eləyək. Oxuyur, hesab edir ki, arada ziddiyyət var onun da. Amma eləsi var ki, qanunu açıb oxumur. Elə zəif vurur, filan kəsdən soruşun, filan kəsdən soruşun. Olmaz belə, belə tənbəllik olmaz. Mən yenə deyirəm, bu yaşımda hər gün onları mən izləyirəm, hər bir dəyişikliyi yığıram və çalışıram ki, məsələn, onun hamısından məlumatlı olam ki, mənə müraciət edənlərə heç olmasa cavab verirəm ki, bu necə həll olmalı, necə olmalı. Yoxsa mən özümü ayıb bilirəm ki, kimsə mənə müraciət edir, deyəm, qanun dəyişir, mən bundan xəbərim yoxdur. Olmaz belə. Ona görə də hüquqşünaslara, gənclərə tövsiyəm budur ki, çox oxusunlar, həddindən çox mütaliə eləsinlər və qanunvericiliyi, qanunları yaxşı öyrənsinlər. Ondan sonra vətəndaşların hüquqlarını da düzgün müdafiə edəcəklər, haqq ədalət də yerində olacaqdır.